Salam əziz izləyicilər. Mənim gəncliyim, uşaqlığım və gəncliyim Sovet dönəminə düşdü. Sovet hökuməti sosialist dövlət idi. Sosializm cəmiyyətində yaşadıq. Və o cəmiyyət bizdə fərqli bir baxış formalaşdırdı. Tutaq ki, kapitalist ölkələrindəki baxışdan fərqlənən baxış formalaşdırdı. Gəncin borcu oxumaq idi. Gənc oxuyurdu, yaxşı oxuyurdu. İnstitutlara, texnikumlara, peşə məktəblərinə gedirdilər. Kim hara gücü çatdı, nəyə bacardı. Və oradan təyinatlar alırdılar və digər iş yerlərinə. İşlə təmin olunurdular. Və bir maraqlı cəhət var idi ki, heç bir iş görməyənlərlə dövlət maraqlanırdı, niyə işləmirsən deyə. İşləməyə cəlb edirdilər onları. İndi isə başqa cəmiyyətdir, indi kapitalizmdir. Hərdən az qalıram soruşum, sizin xəbəriniz varmı ki, Sovet hökuməti dağılıb? Çünki o qaydalar, o baxışlar artıq yaramır bu cəmiyyətdə. Nə qədər gəncimiz var, civi diplomlu, iş tapa bilmirlər, işləri yoxdur. Gileylənirlər, iş yeri yoxdur, iş yeri yoxdur. İş yeri var idi, Sovet hökumətində var idi, indi Sovet hökuməti yoxdur. İndi iş yerini insan özü qazanmalıdır. Sən kiməsə işləmək istəyirsən rahat bir yer olsun, bu təbii istəkdir əslində. Gedirsən, maaşını alırsan, ay rahat yaşayırsan özün üçün. Amma bu quruluş da yaşamadı. Gördüyünüz kimi dövlət dağıldı. Çünki o quruluş yaşaya bilmədi əslində. Öz başına olub dağılmadı ki, yaşaya bilmədi, dağıldı. Niyə? Çünki işçidə stimul yox idi, yaradıcılıq tələb olunmurdu. Ona görə də yaradıcı işləmirdilər. Ayım gəlsin, günüm getsin, can yandırmırdılar işə. Və təbii dövlət də dağıldı. İndi sözünün canı nədir? İstər valideynlər üçün bu sözü deyirəm, istər gənclərin özü üçün. İndi peşə bacarığı lazımdır insanda. Bilgi də lazımdır, peşə bacarığı da lazımdır. Peşə öyrənin. Bilgi ona görə lazımdır ki, bilgisiz insan heç peşəkar da ola bilməz. Amma peşəkarlığı olmayan bilgili insan da aciz qala bilir kapitalizmdə. Və necə ki, ətrafımıza baxın, nə qədər insanlar var, özünə iş tapa bilmir. Amma onun peşə bacarığı olsa, peşəkarlara ehtiyac çoxdur cəmiyyətdə. Peşən varsa, sən heç vaxt ac qalmayacaqsan. Heç kimə möhtac olmayacaqsan ki, məni işlət, mənə pul ver. Bu biraz da bilirsiniz, adam özünə sığışdıra bilməyəcəyi bir məsələdir. Gəl, mən sənə nökər işləyim deməkdir. Olmaz ki, özün iş qurasan, özün işləyəsən. Əgər sənin bilgin və bacarığın varsa, sən özün iş qura bilirsən, nə isə istehsal eləyə bilərsən, işçi yığa bilərsən, kapitalist olarsın. Bax, gənc yaşlarından insan hədəfi belə götürməlidir ki, mən öyrənəcəm, bilgi əldə eləyəcəm, iş öyrənəcəm, bir neçə bu və ya digər işləri öyrənəcəm və özüm iş yeri açıb insanlara iş verəcəm, işlədəcəm insanlara. Bax, hədəf bu olmalıdır. Bu hədəfi götürürsünüz gənc yaşlarına. Uğurlu olarsa o hədəfə çatacaqsınız. Əgər uğur sizinlədirsə, çatacaqsınız mütləq. Yox, ola bilər ki, kimsə çata bilməsin, uğursuzluğu olsun.
O da en azından çörək tapa biləcək. Çünki onun bacarığı var, bilgisi var. İş tapa biləcək özünə. İndi kapitalizmdir. 100 diplomun olsun. Kapitaliste diplom lazım değil. Bacarığın varsa seni işe götürüp işlədəcək. Yoxdursa hoş geldin. Mən bu sözü deməyi özümə borc bilirəm. Və dedim. Mənim sözüm, bax bu müraciətim gənclərədir. Biraz ayıq olun. Biraz zəhmətkeş olun. Bacarıqlı olun ki, böyüyəndə artıq ailə qayğısı boynunuza düşəndə aciz qalmayasınız. Peşə öyrənin. Bir daha deyirəm, peşə öyrənin. O peşə öyrənmək o demək deyil ki, sən elə gedib ancaq o peşədə işləyəcəksən. Peşə öyrənmək prosesini özü, peşə özü insanı həyata hazırlayır. Gidib sən nazir də ola bilərsən, onun qadağa qoymur ki, peşə bilmək. Nazir də ola bilərsən, nə bilim, prezident də ola bilərsən, kim istəyirsən, siyasətçi də ola bilərsən, nə desən olarsan. Sadəcə o peşəni ki, sən əldə elədin, o peşənin peşəkarı olacaqsan. Əgər xırda peşələri, məişətdə lazım olan peşələri bilmək özü, o yolu keçmək insanın həyata öyrəşdirir, həyatda düzgün addım atmağa öyrəşdirir və işində bacarıqlı olur. Adamlar var, hazır bir tutaq ki, şirkəti verərsən ona, bankrot eləyər. Çünki bilmir o, iş bilmir. Niyə? Gənc vaxtı işlə məşğul olmuyor. Əməksevər olmuyor, işlə məşğul olmuyor. Əməksevər olun, işlə məşğul olun ki, həyatı öyrənəsiz. İstehsal proseslərindən baş çıxara biləsiz. Bilgi və peşə vacibdir. Sağ olun, sağlıqla qalın.